şərhlər. Baxırıq növbəti sualın izahına. Verilən ifadədə biz öyrənmişik ki, A üstü məsələn -1. Bu bizdə həm də nə idi? 1 bölünsün A. Eyni bu qaydanı verilən ifadədə tətbiq etsək, mən 5-də 1-i 5 üstü -1 yaza bilərəm. Və buna əsasən 5 üstü -1 qüvvətdə də nə var? X kvadrat çıx 10. Böyükdür 5 üstü 3x. Aha, əsaslar bərabərdir. O zaman nə olacaq? Vurub açsaq bu ifadəni. -x kvadrat plus 10 böyükdür 3x. Buradan -x kvadrat 3 keçir digər tərəfə. Çıxılsın 3x plus 10 böyükdür 0. Hər tərəfi mənfiyə vursaq x kvadrat plus 3x minus 10 kiçikdir 0. Buradan fikir versək, hasili -10'dur, köklər cəmi -3'dür. Deməli, x -5 ilə müsbət 2'dir. İntervalda göstərsək, deməli, 2 -5. Burada bir ədəd götürürəm. Misal üçün 3 müsbət. Bura mənfi, bura müsbət. Bizə mənfilik lazımdır. -5, 2. Və deyir ki, tam əllərin cəmini tapın. Burada x nəyə daxildir? -4, -3, -2, -1, 1 və s. Bunlar toplasaq islah gedir. Yekun olaraq nə qalır? -4 üstə gəlinsin, -3 üstə gəlinsin, -2. Bu da bizə neçə verəcək? -7, -9.